Salam əziz tələbələr, mən magistratura Azad müəllimi Əliyeva Nuranə. Bugün sizlərlə ingilis dili sınaq nümunəsinin izahına baxacağıq. İlk öncə dinləmə sualları ilə başlayaq. Birinci sualda deyir, choose the correct statement according to the passage. Mətnə uyğun düzgün cümləni seçməyimizi istəyir. Mike always eats fast food on special family occasion. Mike həmişə xüsusi ailə tədbirlərində fast food yeyir. Burger Fest serves only burgers and fries. Burger Fest sadəcə burgerlər və qızartmalar servis edir. Lucy prefers celebrating important events in restaurant. Lucy vacib tədbirləri restoranda keçirməyi, qeyd etməyi üstünlük verir. Mike thinks fast food should be completely banned. Mike düşünür ki, fast food tamamilə qadağan edilməlidir. Y variantı, Lucy often eats burgers and pizza at home. Lucy burgerlər və pizzanı evdə tez-tez yeyir. İkinci suala baxaq. İkinci sualda deyir, answer the question according to the passage. Suala mətndən cavab, yəni dialoqdan cavab tapın. What kind of food did Lucy eat at Ronald's restaurant? Hansı növ yeməyi Lucy Ronald'ın restoranında yedi? Beef burger with bacon, mal əti burgeri qızardılmış donuz əti ilə. B variantı, fried chicken and fries, qızardılmış toyuq əti və kartof. C variantı, carrot and orange soup and cauliflower and cheese pie. Yerkökü və portağal supu və gülçələmi pendir ilə. Pendir piroqu, gülçələmi, yerkökü və deməli orange soup, yəni portağal supu. Pizza and salad, pizza və salat, double beef burger with cheese, double mal əti burgeri pendir ilə. Üçə baxaq. Which of the following questions does the passage answer? Aşağıdakılardan hansı suallardan birinə biz mətndə cavab tapa bilərik? Why did Mike go to Burger Fest? Nəyə görə Mike Burger Fest'ə gedir? Who owns the Burger Fest restaurant? Burger Fest restoranının sahibi kimdir? How much does a burger cost at Burger Fest? Burgerin qiyməti Burger Fest'in neçəyədir? When was the vegetarian restaurant open? Vegetarian restoran nə vaxt açılmışdı? How many vegetarian restaurants are there in Mayfield? Mayfielddə bu bir yerin adıdır. Mayfielddə nə qədər vegetarian restoranı var? Dörddə deyir, complete the sentence according to the passage. Həmən cümləni tamamlamağımızı istəyir dinləməyə uyğun. Lucy believes that restaurants should, Lucy inanır ki, restoranlar should, A variantı, sell only fast food because people like it. Sadəcə fast food satmalıdırlar, çünki insanlar xoşlayır. B variantı, stop selling unhealthy food altogether. Onlar sağlam olmayan qidaları satışını dayandırmalıdırlar. Provide bigger portions of food. Yeməklərin daha böyük porsiyalarını verməlidirlər. Focus only on vegetarian dishes. Sadəcə vegetarian yeməklərə fokuslanmalıdırlar. Reduce prices of burgers and pizzas. Burgerlərin və pizzaların qiymətlərini azaltmalıdırlar. Beşinci suala baxaq. It's clear from the passage that mətndən aydındır ki, Burger Fest informs customers about fat and sugar content. Burger Fest müştərilərini yağ və şəkər məlumatlarını, yəni müştərilərinə verirlər. Məlumatlandırırlar onları yağ və şəkər haqqında. Lucy thinks people carefully read food information. Lucy düşünür ki, insanlar yeməklərin informasiyasını diqqətli bir şəkildə oxuyur. C variantı, Mike believes fast food should be banned. Mike inanır ki, fast food tamamilə qadağan edilməlidir. D variantı, vegetarian food is unpopular in Manchester. Manchesterdə vegetarian yeməyi məşhur deyil. Son variant, everyone in Mayfield prefers burgers. Hər kəs Mayfieldda burgerlərə üstünlük verir. İndi gəlin bir dəfə dinləyək transkript ilə. Have you been to that new burger restaurant in town, Burger Fest? No, I haven't. Well, it's brilliant. I went there for my cousin's birthday last week. It was great. They've got a huge menu. Have they? What sort of thing do they have? Anything you can imagine, really.
It's not just burgers. You can get fried chicken too and pizza. I was going to get a chicken burger, but then I saw a double beef burger with bacon, so I had that. Delicious. And I got a huge mountain of fries. You should go. No, I don't eat fast food. What? Never? Not even on special occasions? Nope. In our family, we go to a proper restaurant to celebrate. Like last month, it was my parents' wedding anniversary, so we went to Rolando's in Manchester. Do you know it? No. Where's that? It's opposite the station. What kind of food do you get there? It's a vegetarian restaurant, so when we went, I had carrot and orange soup, then cauliflower and cheese pie. It was really nice. I think they should open more restaurants like that here in Mayfield. I hate to tell you this, but I can't think of anyone who would go to a restaurant like that. No one except you, that is. Well, they should. It's much better for you. But I don't think that matters if you eat unhealthily every now and then, as long as you don't do it too often. I agree with you, but there are people in this town who think pizzas and burgers are everyday food. Restaurants have a responsibility to teach people about what they're eating. They did at Burger Fest. They told you how much fat and sugar there is in each dish, and they sold salads too. That's not enough. No one pays attention to the fat and sugar content of their food, and no one buys salad when there are burgers available. The only way to solve the problem is to stop selling unhealthy food altogether. It sounds like a big step, but that's what I think. Have you been to that new burger restaurant in town, Burger Fest? Deməli, dinləmə suallarını bitirdik, dinlədik və indi bir-bir cavablarına baxaq. Birinci sualın cavabı hansı ki bizdən düzgün cavabı seçməyimizi istəyirdi. O isə dinlədikdə yəqin ki açıq-aydın gördünüz ki Lucy prefers celebrating important events in restaurant. Lucy vacib tədbirləri restoranda qeyd etməyə üstünlük verirdi. Hansı ki, burada deyir, no, in our family, bizim ailədə, we go to a proper restaurant to celebrate. Mike belə bir sual verir. Deyir ki, Lucy deyir, mən fast food yemirəm. Mike isə deyir, heç vaxt, never, not even on special occasion. Hətta deyir, tədbirlərdə belə yemirsən. O isə deyir, no, in our family, we go to a proper restaurant to celebrate. Biz ailəmizdə düzgün bir restorana gedirik, deməli, qeyd etmək üçün. Olacaq birinci sualın cavabı C. İkinci suala baxaq. İkinci sualda what kind of food dedik, nə tipli, hansı növ Lucy yeməyi Ronald'ın restoranında yemişdi. Hansı ki onun da cavabı burada verilir, yəni eşitdiniz onu. It is a vegetarian restoranda. When we went, nə zaman ki biz getdik, I had carrot, orange soup, cauliflower and cheese pie. Deməli, bu sualın da cavabı olacaqdı C variantı. Deməli, üçüncü suala baxaq. Üçüncü sualda yenə mətnə uyğun düzgün, daha doğrusu suala, hansı aşağıdakılardan hansı suala biz cavab tapa bilərik, onu istəyir bizdən. Deməli, cavab A variantı olacaq. Niyə? Çünki burada belə bir dinləmədə belə bir ifadə var. I went there for my cousin's birthday last week. Yəni mən Burger Festə kuzenimin ad günü partisi üçün getdim keçən həftə. Yəni nəyə görə Burger Festə gedib? Kuzeninin ad günü partisi üçün. Ona görə düzgün cavab olacaq A, digərlərinə isə cavab yoxdur. Dördüncü suala baxaq. Lucy believes that, Lucy inanır ki, restoranlar, deməli, Lucy belə bir ifadə işlədir. The only way to solve the problem is to stop selling unhealthy food altogether. Yəni, bu problemi həll etməyin yeganə yolu hər kəsin bu sağlam olmayan qidaların satışını dayandırmasıdır. Deməli olacaq stop selling unhealthy food altogether. It's clear from the passage, mətndən aydındır ki, burada bunun cavabı olacaqdır A. Burger Fest informs customers about food and sugar content. Burger Fest müştərilərini yağ və şəkər haqqında informasiya verir. Deməli, o ifadəni hardan biz bildik? Çünki belə bir ifadə işlədir.
Lucy deyir ki, mən səninlə razılaşıram, ancaq deyir, but there are people in this town who thinks pizza and burgers are everyday food. Ancaq bizim şəhərimizdə elə insanlar var ki, onlar düşünür ki, pizzalar və burgerlər hər gün yeyiləcək qidalardır. Restaurants have responsibility to teach people about what they are eating. Restoranların məsuliyyəti olmalıdır ki, insanların nə yediyi haqqında onları məlumatlandırsın. Mike isə deyir ki, they did at Burger Fest. Burger Fest'te bunu ettiler. They told you how much fat and sugar there is in each dish. Onlar hər yeməkdə sənə nə qədər şəkər və yağın olduğunu söylədilər. Deməli, düzgün cavab olacaqdı A variantı. Bu dinləmə suallarımızda keçək mətnə. Deməli, mətndə decide whether the statements are true or false. Biz həmən cümlələrin, statementlərin, aşağıda verilən 4 statementin düzgünlüyünü və səhvliyini yoxlayacaq. 6.1-də deyir, Rivaldo received a fine because he pretended to be injured. Rivaldo cərimə əldə eləmişdi, yəni cərimə verilmişdi Rivaldoya, çünki o özünü yaralanmış kimi göstərmişdi. Baxın, orada belə bir, deməli, mətnə bir dənə qayıtsaq, görəcəyik ki, bu hissədə in contrast, əksinə olaraq Brazilian player Rivaldo was punished in 2002 for pretending to be injured. Əksinə olaraq deyir, Brazilian oyuncusu Rivaldo cəzalandırılmışdır 2002-də yaralanmış kimi özünü göstərdiyi üçün. Deməli, Rivaldo received a fine because he pretended to be injured. Deməli, bu olacaqdı. Bircə dəqiqə. Aha, deməli burada sualda Word-də biraz səhvlik olubdu. Yəni sizin sınaq versiyanızda burada Rivaldo didn't get punishment for deməli Rivaldo didn't get any punishment for pretending to be hard. Burada sualda düzgün versiyada deyir cəza almadı yaralandığı üçün, amma biz mətndə görürük ki, o cəza almışdı. Sadəcə Word-də burada səhv düşübdü. Bunun cavabı olacaq false. Düzgün versiyada burada sınaqda didn't get punishment şəklində verilibdi. 6.2 Gamesmanship is always considered acceptable behavior in sport. Gamesmanship həmişə, hər zaman idmanda qəbul edilə bilən bir belə deyək, davranış kimi nəzərdə tutulub. Ancaq biz baxsaq, görəcəyik ki, Brazilian Rivaldo elə özünü yaralanmış kimi göstərdiyi üçün cəza almışdır. Deməli, hər zaman bu acceptable davranış olmur idmanda. Bu da olacaqdır false.
6.3'də deyək, Spanish Paralympic scandal is used as an example of clear cheating. İspaniya paraolimpiyadaları skandalı çox aydın aldatmanın bir növü kimi göstərilmişdi. O isə ilk abzasdadır. Many people believe that cheating in sport is wrong. A clear example is when Spain entered players who were not actually disabled in the 2000 Sydney Paralympics. Aydın bir nümunəsi isə 2000-də olan bu İspaniyada olan bu paraolimpiyada idi. Bu bir aydın nümunədir. Deməli, bu düzgün olacaqdır. The rewards for winning in sport can influence players' behavior. Bu oyunda qazanılan, yəni idmanda oyunda qazanılan mükafatlar oyunçunun davranışına təsir edə bilər. Deməli, belə bir cümlə var mətndə. Sport encourages fair play. İdman oyunçuları, belə deyək, ədalətli bir şəkildə oynamağa sövq eləyir. But because winning brings great rewards, ancaq deyir, qazanma çox böyük mükafatlar gətirdiyi üçün atletlər bəzən çalışırlar ki, əldə eləsinlər həmən mükafatları müxtəlif yollarla. Deməli, davranışlarına təsir edir. Düzgündür. Və bu davranış da arxasından deyir ki, gamesmanship adlanır. Belə bir tip davranış. 4-də deyir, rewards for winning in sport. Bunu dedik. Deməli, 6-1, 6-2, 6-3 və 6-4 deyildi. 7-yə baxaq. Complete the sentence according to the passage. Mətnə uyğun cümləni tamamlamağımızı istəyir. Gamesmanship is when a player. Gamesmanship deməli, when a player. Bizdə bunun nə olduğunu soruşur. Baxın, mətnə qayıtsaq. Bu tipli davranış deyir, gamesmanship adlanır. It means, bu o mənaya gəlir ki, bending the rules or using questionable tactics without technically breaking them. Deməli, gamesmanship odur ki, o, belə deyək, qaydaları biraz əyməkdən və elə bir taktiklər aparmaqdır ki, texniki şəkildə sən qaydaları sındırmırsan, yəni belə deyək, qaydaları pozmursan, ancaq tam yəni ədalətli bir oyun da olmur. Bu olacaqdır. Tries to get an advantage using methods that aren't completely fair but still allowed. Elə bir metodlardan istifadə etməkdir ki, tamamilə ədalətsiz deyil, ancaq yenə də icazə verilir. Digərləri ola bilməz. Niyə? A variantı deyir ki, break the rules openly and is punished. Açıq bir şəkildə qaydaları pozmaq və cəzalandırılmaq bu deyil. Always loses on purpose. Məqsədli bir şəkildə hər zaman uduzmaq deyil. Refuses to play fairly and is always disqualified. Ədalətli bir şəkildə oynamağa rədd etmək və hər zaman diskalifiyə edilmək. Ignores the referee completely. Hakimi tamamilə ignor eləmək, yox saymaq. Bunun düzgün cavabı olacaq B. Yəni, qaydaları tam pozmadan, amma tam da ədalətli şəkildə oynamadan, belə deyək, texniki qayda pozuntusudur, amma tam da deyil. Yəni, o dəyişir idmandan idmana, 7-də olacaq B. 8-də deyir, why do some cricket players not leave the field immediately? Nəyə görə bəzi kriket oyunçuları sahəni, yəni oynadıqları yeri dərhal tərk etmirlər? Baxın, belə bir ifadə. In cricket, batters often wait for the umpire's decision even if they know they are out. Kriketdə oyunçular hakimin qərarını gözləyirlər. Hətta onlar bilirlərsə belə onlar oyundan çıxıblar. Hoping the umpire missed the incident. Ümid eləyirlər ki, hakim həmən hadisəni görməyə bacarmayacaq və yaxud da ki, buraxacaqdır. Deməli, bu sualın düzgün cavabı olacaq D. They think the umpire may not have noticed what happened. Onlar düşünürlər ki, hakim nə baş verdiyini nəzərdə saxlamaya bilər, yəni belə deyək, diqqətə almaya bilər, diqqətindən yayına bilər. Choose the correct definition of the underlined word in the passage. Mətndə altından xətt çəkilmiş sözün tərifini bizdən istəyir. Altından xətt çəkilmiş söz isə deliberately sözüdür. Deliberately sözü məqsədli bir şəkildə deməkdir və onun sinonim olacaq on purpose.
10-cu sualda deyir, hansı suallara mətndə cavab tapmağımız mümkündür? Birinci sual, what are some examples of gamemanship in different sport? Müxtəlif idmanlarda gamemanshipin nümunələri nələrdir? Deməli, bura nümunələr verilmişdir. Bir, diqqətlə mətnə baxsınız, görəcəksiniz ki, 2012 olimpiyadalarında Britaniyalı cyclist Philip qəsdi bir şəkildə qəza eləmişdir ki, yarış yenidən başlasın. Bu hansı ki, gamemanship-ə aiddir. Görəcəksiniz ki, gamemanship adlanır və ona uyğun nümunələri deyir. Other forms of gamemanship, digər gamemanshipin formalarına daxildir. Yalandan zədələnmək və vaxt itkisini götürmək. Hansı ki, bu badmintonda Carolina Marin yüksək bir şəkildə qışqırmışdır. Onun rəqibinin belə deyək, diqqətini dağıtmaq və səhv etməyini istəməsi üçün. Yəni, deməli, birinci suala cavab var ki, badminton və ya digər birdən də ad çəkdik. Hansı ki, kriketdə buna nümunə görə bilərik. 2-yə cavab tapmayacaqsınız. How many gold medals did Caroline Marin win her career? Kariyerində Carolina neçə qızıl medal qazanmışdır? Bu suala cavab yoxdur. What happened to the women's badminton teams at the 2012 London Olympics? 2012 London Olimpiyadalarında qadın badminton komandasında nə baş vermişdi? Bu sualın cavabı var. Baxın, at the 2012-də London Olympics, several women's badminton teams were disqualified for deliberately playing badly to get easier opponents. 2012 London Olimpiyadalarında bir neçə qadın badminton komandaları diskalifiyə edilmişdi, uzaqlaşdırılmışdı, qəsdi bir şəkildə pis oynayıb asan rəqibləri əldə etmək üçün. 3-ə cavab var. 4-də, how did Caroline Marin distract her opponent during the 2016 Olympics? 2016-cı olimpiyadada Carolina onun rəqibinin diqqətini necə dağıtmışdı? Baxın, bayaq yenə o ifadəni oxuduq. Kriketdə Caroline Marin shouted loudly, yüksək bir şəkildə qışqırır ki, her opponent made a mistake, onun rəqibi səhv etsin. Deməli, qışqırmışdır yüksək şəkildə. 4-də də cavab var. 5-ci sual deyir, which football team has the most World Cup wins? Hansı futbol komandalarının ən çox dünya kuboku var? Hansı futbol komandaları ən çox dünya kuboku qazanmışdır? Bu suala cavab yoxdur. Davam eləyək ikinci mətnlə. Birinci sualda deyir, 100 years ago, women in the United States could vote. 100 il bundan əvvəl Birləşmiş Ştatlarda qadınlar səs verməyi bacarırdı. Ancaq ilk abzasda görürsünüz ki, women in the United States couldn't vote. Səs verməyi bacarmırdı. Deməli, false olacaq. 2-də, today, bu günlərdə, more than 70% of women aged 20 and 54 are active in the workforce. Bu günlərdə qadınların 70%, 20-54 yaş aralığında olan qadınların 70% iş bazarında aktivdir. Today, hansı ki o da birinci abzasdadır. Today, over 70% of women aged 20-54 work and women often have more bachelor degrees than men. Bu gün deyə qadınların 20-54 yaş arası olan qadınların 70%-i işləyir. Yəni, iş bazarındadır, düzgündür. 3-ə baxaq. Working mothers often have fewer responsibility at home than men. İşləyən anaların adətən daha az məsuliyyətləri olur evdə kişilərə nisbətən. Hansı ki, bu suala baxsaq, 4-cü abzasda görəcəksiniz ki, men often take fewer duties, especially with children. Kişilər adətən daha az məsuliyyət alırlar uşaqlar barəsində. Even successful women carry most household responsibility. Hətta ən müvəffəqiyyətli qadınlar belə daha çox ev işi məsuliyyətini götürürlər. Bu isə deyir ki, işləyən qadınların daha az məsuliyyəti olur evdə kişilərə nisbətən, yenə də false olacaqdır. Çünki işləyən qadınlar kişilərdən daha çox məsuliyyət götürür ev işlərində. 11.4-də deyir, extending paternity leave could help men share child care responsibilities. Bu, deməli, atalıq məzuniyyətinin artırılması
kişilərin belə deyək, uşaq qayğısında daha çox məsuliyyət götürməyinə səbəb ola bilər. Deməli, belə bir cümlə, hansı ki 6-cı abzasda ikinci cümlə. Extending paternity leave could help men share childcare and strengthen family bond. Hansı ki, atalıq məzuniyyətinin artırılması kişilərə uşaq qayğısını götürməkdə, paylaşmaqda və ailə əlaqələrini gücləndirməkdə kömək edə bilər. Deməli, bu isə düzgün olacaqdır. Davam edək 12-ci sualla. Altından xətt çəkilmiş söz hansı ki, choose the correct definition of the underlined word in the passage. Mətndə altından xətt çəkilmiş sözün düzgün tərifini istəyir. Altından xətt çəkilmiş söz isə sonuncu abzasdadır. Flexible sözüdür. Women should find flexible workplaces. Qadınlar flexible workplaces, iş yerləri tapmalıdır. Flexible deyiləndə, yəni adjustable and accommodating nəzərdə tutur. Yəni belə deyək, dəyişə bilən, flexible olan, yəni onun üçün düzgün cavab olacaq adjustable and accommodating. Boring and repetitive, sıxıcı, stressful olmaz. Permanent, yəni daimi, strict, ciddi. Yəni bu digər variantların heç biri düzgün olmayacaqdır. Flexible-a uyğun sinonim adjustable və accommodating-dir. 13-də deyək, complete the sentence according to the passage. Mətnə uyğun düzgün, daha doğrusu complete the sentence according to the passage. Bu cümləni mətnə uyğun tamamlayaq. Even though, baxmayaraq ki, women have more opportunities today. Baxmayaraq ki, qadınların bu günlərdə daha çox imkanları vardır. Baxın, burada belə bir cümlə görəcəksiniz ki, deməli, ikinci abzasda bu hissəyə diqqət eləsəz, many women still feel pressure to follow old gender roles. Hansı ki, deyək, çox qadın hal-hazırda yenə təzyiq altındadırlar, köhnə, belə deyək, rolu izləsinlər deyə. They are expected to prioritize family over career on their own needs. Onlar gözlənilir ki, ailələrini karyeralarından daha üstün tutsunlar. Hansı ki, birinci abzasa baxsaz, deyir 70% qadınların 20-54 yaş arası indi işləyir. Hətta bakalavr dərəcələri kişilərdən daha çoxdur. Ancaq yenə də deyir ki, cəmiyyət onların ailələrini daha üstün tutmağını tələb edir. Yəni, society still expects them prioritize family over career. 14-də deyir, which sentence can start the first paragraph? Hansı cümlə birinci paragrafı başlada bilər? Baxaq. Birinci paragrafda nöqtələr verilib və arxasından belə bir cümlə deyilir ki, 100 years ago, 100 il bundan əvvəl, women in the United States, Birləşmiş Ştatlarda olan qadınlar səs verməyi bacarmırdı. And few chances to study or have a career outside the home. Və daha az şansları var idi iş tapma, təhsil alma. Və bu günlərdə isə 70% qadınların 20-54 yaş arası işləyir. Deməli, biz hansı cümləni qoymağı bacararıq ki, arxasından o tipli cümlələri deyək. Baxın, A variantı düzgündür. Women face significant limitation in education and professional life. Qadınlar ciddi bir limitləri olmuşdur təhsil və onların iş həyatlarında və arxasından desək ki, 100 il bundan əvvəl qadınlar səs verməyi bacarmırdı. Bu düzgündür. B-yə baxsaq, single women are often asked about their romantic life more than their work. Belə deyək, tək qadınlar, yəni subay qadınlar adətən işlərindən daha çox romantik həyatlarında baş verən suallar verilir onlara. Yəni əslində bizdə nöqtələrdən sonra belə bir ifadələrdən söhbət etmir. Women who take time off for family may face lower pay or fewer promotion. Hansı ki, belə deyək,
belə deyək, tətil vaxtı götürən qadınlar ailəsi üçün onlar daha az maaş və daha az yüksəlmələrlə qarşılaşırlar. Yəni bu həmin abzasa getməyəcəkdir. O digər abzasa gedəcək. 6-cı abzasa getməlidir səhv eləmirəmsə. Yəni bizim abzasımızda bundan söhbət etmir. Extending paternity could leave help men share child care. Atalıq məzuniyyətinin artırılması kişilərə uşaqların qayğısını paylaşmağı kömək edə bilər bu baxımdan. Bu da olmayacaq. Looking after emotional health helps women succeed in work and family. Qadınların onların emosional sağlamlıqlarının qayğısına qalması iş həyatlarında və ailələrində onlara kömək edə bilər müvəffəq olmağına. Yəni biz nöqtələrdən sonra cümləni elə başlatmalıyıq ki, məntiqi ardıcıllıq pozulmasın. 15-də deyir, which of the following question does the passage answer? Hansı suallara mətndə cavab tapmağımız mümkündür? Birdə deyir, how have women's opportunity for work and education changed in the last 100 years? Son 100 ildə qadınların iş imkanları, təhsil imkanları necə dəyişmişdir? Hansı ki, ilk abzasda görürsünüz ki, artıq bu gün qadınların 70%-i işləməyi bacarır, 100 il əvvəl isə işləməyi bacarmırdı. Birinci suala cavab var. 2-də deyir, why do many women still feel pressure to prioritize family over career? Nəyə görə qadınların çoxu hələ də təzyiq hiss edirlər ailələrini onların karyeralarından üstün tutmağı? Deməli, çünki belə deyək, they are expected to prioritize family over career. Onlardan gözlənilir ki, onlar ailələrini belə deyək, karyeralarının üstündə tutsunlar. Həmçinin belə bir cümlə də var. Friends and family also add pressure. Ailələri və dostları onlara təzyiq edirlər ki, evdə daha çox domestik olsunlar, evcil olsunlar, belə deyək. İkinci suala da cavab var. 3 və 5-ə cavab olmayacaqdır. How much money do women earn compared to men in the United States today? Qadınlar kişilərə nisbətən Birləşmiş Ştatlarda bu gün nə qədər pul qazanırlar? Düzgün deyil. Yəni düzgün deyil deyiləndə suala cavab yoxdur. 4-də deyir, what are the effects of taking time off for family and women's career? Effektləri nələrdir qadınların karyeralarında? Belə deyək, onların tətil günü götürməyi ailələr üçün karyeralarındakı effektləri nələrdir? Onu hansı ki, bayaq yenə dedik, xatırlayırsınızsa, belə bir ifadə dedi ki, onlara daha az maaş verilir. Gəlin baxaq. Deməli, women who take time off for family may face lower pay or fewer promotion. Daha az yüksəlmələr və daha az maaşla rastlaşırlar. Deməli, 4-cü suala da cavab var. 5-də deyir, which countries have the most supportive maternity leave policies? Hansı ölkələrin daha güclü, dəstəkləyici analıq siyasətləri vardır? Bundan söhbət etmir. Olacaq 1, 2 və 4. 16-cı suala baxaq. Diyaloqu qurmağımızı istəyir. Bu diyaloq ilk 3-də başlayacaqdır. Have you finished drafting the slides for tomorrow's meeting? Sən deyir, bitirmisən sabahçı görüş üçün olan slaytların hazırlanmasını. 4-də deyir, hələ yox, I'm planning to work on them after lunch. Mən nahardan sonra onlar üzərində işləməyi planlayıram. Sonra bir gələcəkdir. I think we should include some recent statistics to make our argument stronger. Mən düşünürəm ki, bizim argumentimizi güclü etmək üçün yeni olan statistikalar daxil eləməliyik. Ondan sonra gələcək 2. That's true, bu düzgündür. But we also need to keep the slides clear and not overcrowded. Bu düzgündür, ancaq biz bizim slaydımızı aydın və çox qarışıq etməməliyik. 5-də deyir, yaxşı fikirdir. I can help you review them before we present. Mən sənə kömək edə bilərəm. Təqdim etməmişdən qabaq baxmağı. Demək, sənə kömək edə bilərəm. Sonra 6 gələcəkdir. All right, okay. Yəni, let's coordinate so we have enough time to rehearse together. Gəl deməli, koordinə olaq ki, bizim kifayət qədər vaxtımız olsun birlikdə təkrarlamağa.
17-də deyir, düzgün bağlayıcını seç. You can join the meeting. Sən görüşə qoşula bilərsən. As soon as you finish reading the report first. Sən deyir, reportu, hesabatı oxumağı bitirən kimi qoşula bilərsən. Digər bağlayıcıları tərcümə eləsəz, görəcəksiniz ki, tərcümə uyğun gəlməyəcəkdir. Yəni, burada tərcümə baxımından as soon as gələcəkdir. 18-də deyir, match the words of their definition. Bu sözləri onların təriflərinə uyğun biz yerləşdirməliyik. Investigate, araşdırmaq deməkdir. Birə uyğun olacaq C. Examine or study something carefully to discover fact. Yəni, bir şeyi yoxlamaq diqqətlicə. 2 olacaqdır implement, D variantı. To carry out a plan or process, plan və ya bir proses planlamaq. 3 olacaqdır enhance, to make something better or improve it, yəni bir şeyi daha yaxşı etmək. 19-da düzgün zaman formasını bizdən seçməyimizi istəyir. Baxaq. Anna ... Variantlara baxıram ki, gəlmək, təşəkkür etmək və vermək var. Deməli, Anna mənə yaxınlaşdı, təşəkkür elədi verdiyim kitablar üçün. Bu nümunədə yadda saxlayaq ki, biz əgər keçmişdə ardıcıl baş verən hərəkətlərdən danışırıqsa, onlar keçmiş qeyri-müəyyəndə, əgər hərəkətlərdə hansısa hərəkət digərindən daha öncə baş veribsə, keçmişdə öncə baş verən hərəkət keçmiş bitmişdə olmalıdır. Yəni, Anna came close to me, Anna mənə yaxınlaşdı. And thanks, təşəkkür elədi. Yaxınlaşdı, təşəkkür elədi. Bu ardıcıl baş verən hərəkətlərdir. The books I had given, mənim verdiyim kitablar üçün. Bu oğlan kitabı daha öncə verdiyi üçün, yəni bu şəxs kitabı daha öncə veribdir. Deməli, bu hissəsi keçmiş bitmişdə olacaqdır. Complete the sentence. John wanted to know. John bilmək istədi. Deməli, wanted to know bizdə var ask, want to know. Deməli, ask, want to know və wonder sözlərindən sonra biz bilirik ki, that bağlayıcısı işlənməz. Want to know and wonder feillərindən sonra zət bağlayıcısı işlənməz. Deməli, yeni çıxdıq. Biz bilməliyik ki, nöqtələrin yerinə qoyacağımız cümlə, baxın, bu mübtədə xəbərlə başlayıb, düzdürmü? Yəni, təsdiq cümlə ardıcıllığında gedib. Sona qədər də təsdiqdə olmalıdır. Yəni, budaq cümlə qoyacağınız hissə sual versiyasında ola bilməz. Baxın, did ayın qabağına keçib sualdır, olmaz. C-də if she keeps wanted keçmiş qeyri-müəyyəndədir, zaman ardıcıllığı pozulur, bu indiki sadədədir. Who was the key stolen by? Kim tərəfindən uğurlanılmışdı? Bu da sual versiyasındadır, məchul cümlədədir, bu da olmaz. Ancaq who had stolen the key? Kim açarı uğurlamışdı? B variantı düzgün olacaq. Bəlkə də düşünə bilərsiniz ki, bu axı yenə köməkçi feil gəlibdir. Ancaq bizdə who və what bağlayıcılarından sonra bunlar mübtədə vəzifəsində işlənəndə özlərindən sonra birbaşa belə deyək, xəbəri gətirə bilirlər. Və B variantında mübtədə vəzifəsində işləndiyi üçün birbaşa da xəbəri gətirmişdir.